Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında AliExpress-dən sifariş verdiyim Game Stick kutu açılımı etmək istəyirəm. Bu şəkildə gördüyünüz kimi oyun kartıdır. Baxın, gördüyünüz kimi üzərində Game Stick. Keçmişdə oynadığımız Sega-dır, Dendi'dir, PlayStation 1 oyunlarının, yəni nostalji yaşamaq istəyirsinizsə, belə bir kutuda məhsul alıb yoxlaya bilərsiniz dostlar. Mən də birinci dəfədə açıram və birinci dəfədə yoxlayıram. Kutumuz bu şəkildədir. Yaxından sizlərə göstərim. Üzərində 2 ədəd pultu gəlir. Yəni üzərində 2.4G Wi-Fi ilə qoşula bilir. Yəni pultları qoşub kabelsiz oynama imkanı verir üzərində yazdığı kimi. Çox uzatmadan kutumuzu açaq və içərisindən nələr çıxır və qoşaq bir yerdə baxaq görək nə kimi oyunlar var içərisində. Mən də sizlər kimi həyəcanlıyam dostlar. Kutu açılımına keçək. Kutumuz belə gəlir dostlar, bu şəkildə AliExpress-dən. Qiymətini də ekrana əlavə eləyəcəm. Yəni nə qədər ödəniş eləmişəm. Fərqli qiymətləri var, fərqli modelləri var. Qeyd edim ki, bu model M15 Plus gedir. Baxın, üzərində gördüyünüz kimi M15 Plus paketi gedir. Kutusunu açaq, baxaq görüm içərisindən nələr çıxır. İlk açdığımızda hələ Game Stick-imizin özü çıxır. İndi mən sizə bunu kameradan göstərim. Üzərində yazıb 4K Game Stick Pro. Məhsulumuz bu şəkildə dostlar. Kameradan yaxınlaşdırım, göstərim. Belə bir məhsulumuz, balaca bir məhsuldur. İçərisində xeyli oyunlar var. Tədbiqən açıqlamaya əlavə eləyərəm nə qədər oyunu varsa. Səhv eləmirəmsə 4000-ə yaxın oyunları var dostlar. Belə qapağı açılır, HDMI girişi var. Başlığında gördüyünüz kimi HDMI girişi ilə qoşulur. Baxın, gördüyünüz kimi. Başqa da üzərində nə var? Təbii ki, Bluetooth ilə qoşulmaq üçün, yəni pultlarını qoşmaq üçün belə bir USB girişli Bluetooth modulu gəlir. Bunu da üzərinə taxırsınız. Pultları qoşmaq üçün üzərində USB girişi var. Bir ədəd USB girişi və yanında da bir ədəd xırda mikro USB girişi var. Bu şəkildə taxırıq və kutunun içərisindən baxaq başqa nələr çıxır. 2 ədəd pult çıxır. PlayStation 5 pultuna oxşayan belə bir pult çıxır. Təbii ki, orijinal PlayStation 5 pultu deyil. Ondan səhv salanlar olacaq. Yəni ki, bu bildiyiniz bateriyayla qoşulan, yəni belə bir pultdur. Yəni o qədər keyfiyyətli deyil, yəni amma üzərində verirlər. Qiyməti çox ucuzdur. Birazdan qoşub göstərəcəm. Pultun hissiyatına baxaq. 2 dənə də analogu var belə. Yəni pis deyil dostlar. 2 ədəd çıxır üzərindən. Qeyd edeyim ki, belə PlayStation 5 pultuna oxşayır. Baxın, 2 ədəd pultumuz çıxır və içərisindən qoşmaq üçün kabelləri çıxır. Belə. İndi birazdan mən sizə bunun necə qoşulur onu göstərəcəm. Başqa da heç də bir dənə kitabçası çıxır. Yəni bu şəkildə birazdan qoşaq, baxaq görüm içərisində nə kimi oyunlar var. Kommentlərə də yazarsınız nə kimi, yəni siz almısınızsa, razısınızsa bundan. Bir də bunu da göstərim. Üzərində balaca bir mikro kart girişi var. Bu mikro kart girişindən siz yəni əlavə oyunlar yazmaq istəsəz, əlavə yaddaş qurğusu kimi də həmin mikro kartda taxıb istifadə edə bilərsiniz. Deməli, qurlaşdırma qaydasında baxın belə, deməli üzərində bir dənə USB girişli Bluetooth qoşmaq üçün belə qurğusu gəlir. Bunu taxırsınız üzərinə. Kameradan da göstərim, baxın. Deməli, bir ədəd üzərində nələr çıxır, mən sizlərə izah edeyim. Yəni qısaca göstərmək istəyirəm. HDMI kabeli çıxır. Bunu təbii ki, HDMI ilə televizoru yönləndirmək üçün istifadə edirsiniz. Baxın, belə bir başlığı var. Bu başlıqla da bu HDMI girişinə taxırsınız. Baxın, bu şəkildə olur. Kamerada gördüyünüz kimi bir ədəd də balaca USB kabel çıxır. Yəni ki, başlığı da bu şəkildə Type-C deyil. Bunun da ki, burada bir dənə xırda USB girişi var. Onun girişinə taxırsınız. Taxdıqdan sonra yəni ki, bunun başqa bir teması yoxdur. Bir də qeyd edeyim ki, üzərində gəlmir. Bu USB başlığına ekstra belə bir başlıq lazımdır. Mən indi bunu gətirmişəm. Baxın, belə bir evdə köhnə işlətmədiyiniz belə bir adapter başlıqları. Adapter başlıqlarını da ki, bunu qoşmaq üçün istifadə olunur. Yəni belə bu şəkildə taxırsınız. Gördüyünüz kimi məhsulumuz bu şəkildədir.
Yəni taxtıqda bunu toka taxırsınız. Toka taxtıqda təbii ki, HDMI başlığında televizorunuzdakı HDMI girişi olan televizorlara bunu qurlaşdıra bilirsiniz. Pultu da ki, normal standart nazik bataryalardan işləyir dostlar. Yəni ki, belə mən sizə göstərim. İndi hal-hazırda yoxdur, taxmamışam, onu birazdan taxacağam. 2 ədəd batarya taxmalısınız. Saat bataryası yox, qalın bataryalardan yox. Adətən evdə olan televizorların, pultların bataryası olur. Ondan 2 dənə taxırsınız və bu pultlar işə düşür. İndi isə qoşaq baxaq görək içərisində hansı oyunlarımız var. Mənə də maraqlıdır. Yəni ki, keçmiş PlayStation 1, PlayStation və Sega oyunları, Dendo oyunları kimi belə nostalji oyunlar var. Mənə də maraqlıdır ki, nə cür oyunlar var. Keçək baxaq, quraşdıraq, GameStickimizi test eləyək. Televizorumuza qoşduq. Baxın, ilk öncə mən pultunu qoşub sizlər üçün göstərmək istəyirəm. Baxın, pultunla bu şəkildə qoşulur. Arasında düyməsi var. Baxın, sırazı qoşulur dostlar. Yəni ki, işə keçir. İçərisindəki oyunlara baxın. Yəni Sega-sından tutmuş Dendisinə kimi, yəni PlayStation 1 oyunları belə var. Burada Tekken 3 var. Əlavə istəsəz buradan baxın gördüm. Tekken 3 var. Tarzan oyunu var, yəni Crash oyunu var. Bir ilk öncə bu Crash oyunu yoxlamaq istəyirəm. PlayStation 1-dən aşina olduğumuz Crash var. Baxın, fərqli oyunlar var. O nostalji açılış. Yəni telif gəlməsin deyə səsini açmaq istəmirəm. Səsini aça bilmirəm açıqcası. Baxın, reklamlarına baxın. PlayStation 1-də oynadığımız normal Crash-dır. Yəni ki, bunu oynayanlar bilir, nostalji. Burada səhvlənirəmsə missiya keçmək üçün qapılar gəlməlidir. Biraz reklam uzun çəkir. Baxın, burada qapılar gəlir. Bunu oynayanlar yadına gəlir. Baxın, həmişə bu bilmirdik. Buradakı şimşək yanan yerlərə giririk. Tok, elektrik olan. İndi birazdan tapacağam hardadsa. Buralarda bir yerdə olmalıdır. Aha, bax buradan gedirsiniz. Sizi avtomatik hansısa bir missiya göndərir. Baxın, belə X-i basanda kutuların üzərindəki almaları yığırsınız. Yəni bu xalları yığırdıq. Nostalji oynamaq istəyənlər üçün yəni həqiqətən super bir şeydir. Mənim xoşum gəldi şəxsən. Qiyməti də ki, ekrana əlavə etmişəm. Fərqli qiymətləri var. Mən bunu AliExpress-dən almışam. Qeyd edeyim ki, bir də ki, yəni burada hər hansısa bir məhsulu reklam eləmirik. Onu da biləsiniz. Bu oyundan çıxmaq istəsiniz də pultun ortasındakı knopkanı basdıqda xırda bir knopkası var. Select düyməsini basırsınız və ana ekrana çıxa bilirsiniz. Başqa oyunları varmı deyə baxmaq istəyirəm. Baxın, başqa bir oyuna girdik. Bu nədir? Bu Mortal Kombat'dır. PlayStation oynadı. Qeyd edelim ki, PlayStation 1'in Mortal Kombat'ı. Pultu da bu şəkildədir. Üzərində elə bir çox düyməsi yoxdur. Oyundan çıxmaq üçün də select düyməsini basırsınız. Baxın, buradan çıxırsınız. Fərqli nələr var? Burada deməli dostlar, fərqli konsol oyunları var. PC Engine var. Sega oyunları var. Bu nədir? Bu da fərqli oyunlardır. 2D oyunları var. Sega oyunlarına da baxa bilərsiniz. Nintendo Switch oyunları da var dostlar. Baxın, Sega oyunlarına baxmaq istəyirəm. Burada baxın, fərqli Sega oyunları var. Oyunun sayı çoxdur. Baxıb dəqiqliyi ilə mən videonun açıqlamalarına baxaram. Əlavə eləyərəm sizlər üçün. Yəni neçə dənə oyunu var. Qeyd edelim ki, əlavə internetdən tapıb buna oyunlar da yükləmək olar. Düzdür. PlayStation 2-nin oyunlarını açmaz. Yəni ki, yüksək qrafikalı oyunları açmaz, amma belə Sega, Dendy, PlayStation 1 oyunlarını yükləyib prov eləyə bilərsiniz. Burada baxın, belə fərqli oyunlar var. Metal Slug olmalıdır, səhvlənirəmsə.
Burada axtarış bölməsi var dostlar. Gördüyünüz kimi baxın üçbucaq düyməsi deyək də axtarış Y hərfi olan knopkaya basdıqda belə axtarış çıxır. Burada medal yazmaq istəyirəm. Səhvləmirəmsə bunların içərisində medal da olmalıdır, amma mən yazdım çıxmadı niyəsə. Metal Slug var burada. Keçmişdə oynayanda yadınıza düşmüş olar baxın. Mən medal yazdım, asla çıxmadı, amma videolarda görmüşdüm bunun içərisində medal olmalıdır. Keçmişin PlayStation 1-dəki medal. Baxın Metal Slugdur bu şəkildə. Bunu da uşaq vaxtı o qədər oynamışıq yəni. Həqiqətən. Yəni bu alıb nostalji hissi yaşamaq istəyənlərə məncə super bir şeydir. Yəni uşaqlar da, balaca uşaqlar da alıb oynaya bilər. Yəni mənim şəxsən xoşuma gəldi. Oyun sayı çoxdur. Baxın burada fərqli Atari oyunları var. Atari oyunları da var. Yəni videomuz bu qədər idi dostlar. Ümid edirəm ki, bu kutu açılımı videolarını xoşlayırsınız. Tez-tez gəlməyi istəyirsinizsə kanalımızı bəyənin və videoları dostlarınızla paylaşın ki, bir də kanalımıza xahiş edirəm dostlar, abunə olsanız sevinərəm. Abunəmiz çox azdır. Həqiqətən bu videoları sizlərdən ilham alıb çəkirik. Təqdim etdik Fikirli kanalı.